Bəzi xavariclər şeyxin gətirirlər ki, sözün, deyirlər, şeyx hər adam təkfir edə bilər. Şeyx deyir ki, əgər görsən biri şirk eləyirsə, təkfir edə bilərsən. Mən azara şirk, fəvə müşrik. Mən də'a qeyrəllah, zəbəh li qeyrillah, nəzər li qeyrillah, hələ müşrik. Yəni, şeyxin sözü mənası oldu ki, yəni hüccət çatandan sonra, bəyan olunandan sonra. Çünki şeyx başqa fətvasında deyir, fətva yox, kitabında artıq. Deyir, bu məsələdə elm tələbələrinə hətta müraciət eləmək olmaz. Müraciət eləyirsən kimə? Alimlərə. Təsəvvürlə. Şeyx deyir, hətta elm tələbəsi təkfir edilməz. سائل يسأل يقول فضيلة الشيخ سؤاله هل يجوز لطالب العلم الذي تمكن من مسائل التكفير أن يكفر شخصا بعينه دون الرجوع إلى العلماء اعتمادا على ما عنده من العلم في مسائل التكفير؟ مسائل التكفير أمرها خطير، مزلة أقدام ومظلة أفهام، يرجع فيها إلى أهل العلم، ولا يحكم على أحد بالكفر إلا إذا قدم للمحكمة الشرعية ونظرت في ما يقتضي كفره من القول والعمل فيكفر. أما إن كل واحد يكفر هذا الأمر لا يجوز. لكن على سبيل العموم تقول من فعل كذا أو قال كذا أو اعتقد كذا فهو كافر. أما التعيين والأشخاص فلا بد أن يرجع أمرهم إلى المحاكم الشرعية مع الإثبات عليهم. نعم. Mühüm məsələlərdən təkfirdə həmçinin gərək ümumilə xüsusini ayırasan. Ola bilər əməl küfür olsun, hələm onu edən kafir olmasın. Ola bilər əməl söz küfür olsun, amma onu deyən hələm kafir olmasın. Və mütləq təkfir məsələsini oxuyanda var ümumən, məsələn, ne üçün məsələ toxunur? Çünki çox şey azıb, təkfirçilik, balacalar, cavan uşaqlardır. Alladırlar nə də və ya özləri məsələn ərəbcə öyrənirlər. Məsələn, oxuyur ki, kim belə eləsə kafirdir. Bu ümumi rəydir. O demək deyil, sən bu sözü götür, ged, cəmaata, müəyyən adamlara tətbiq elə. Olmaz, elə səhv başa düşürlər. Alim deyəndə ki, kim belə eləsə kafirdir, o demək deyil, müəyyən adamı sən təkfir edə bilərsən. O demək deyil, sən təkfir edə bilərsən. يقول فضيلة الشيخ وفقكم الله، من الذي يحكم بالتكفير على الشخص؟ الذي يحكم أهل العلم والبصيرة الذين يعرفون الأحكام وينزلونها منازلها، ما هو بالعوام أو المتعالمون أو أهل الأهواء، إنما الذي يحكم بهذا هم أهل العلم والبصيرة. نعم، يحكمون بكفر شخص بعد إيمانه لابد من أهل العلم وأهل البصيرة. المعين لابد من إقامة الحجة عليه عند القاضي، لأنه قد يكون له عذر، قد يكون متأولا، قد يكون لازم ما يكفر المعين إلا عند القاضي في المحكمة الشرعية. أما العموم أن يقال من فعل كذا فهو كافر، من فعل كذا، من دعا غير الله، من أشرك بالله، من ذبح لغير الله فهو كافر، العموم نعم يكفر بالعموم، لكن المعين لا، ما يكفر إلا عند القاضي، لأنه ربما يكون له عذر، ربما يكون جاهلا، ربما يكون مكرها، ربما يكون له عذر، فلا بد من هذا عند الحاكم. نعم. Ona görə mütləq ümuminə xüsusini almaq lazımdır. Məsələn, bunun misallar çoxdur. Və məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrindən bəziləri içirdilər. Baxmayaraq ayələr nazil olmuşdu. Hətta Ömər ibn Xattabın vaxtında içirdi. Sonra bəzi sahabələr, düzdür, onlar az idi və soruşanda da düzdür, təvil eləmişdilər bəzi ayələri. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında da olmuşdu belə hadisə. Sahabi içmişdi
və sahabelərdən biri lənətdədir. Çünki içkiyə görə bilirsiniz, lənət gəlib. 10 nəfərə görə içki 10 nəfərə səbəb olur lənətə. Peyğəmbər sallallahu aleyhi ve sellem sahabi lənət deyəndə dedi ki, lənətləmə Allah və Rasulunu sevir. Və sən deyə bilərsən, axı Peyğəmbər sallallahu aleyhi ve sellem özü lənətləyib içki içəni. O ümumən. Amma müəyyənə gələndə xüsusən şəxsə tamamen hökm dəyişir və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, lənətləmə Allah və Rasulunu sevir o. Və ona görə mütləq ayırmaq lazımdır. Ümumi hökmlə xüsusi hökmü. Mütləq. Əgər ayrılmasa azacaqsan. Ayrılmasan geciksən təkfirçi olmağa. Təkfirçisən. Aydındır və bu məsələdə nə qədər cavanlar azıblar.